Mən bu kanalı açanda sadəcə filmlərlə bağlı yox, həm də Azərbaycan gündəmi ilə bağlı da öz fikirlərimi bildirməyi özümə prioritet qoymuşdum. Məhz elə isticə yeni paylaşılmış bir videoya görə yaranan yeni bir gündəm var hal-hazırda Instagramda Azərbaycan sosial dünyası. Mən də bununla bağlı öz fikirlərimi bildirmək istəyirəm. İlk öncə mən bunu deyim ki, mən nə professional marketinq işçiyəm, nə professional film yazarıyam, nə professional aktyoram. Bunların heç biriyəm. Ona görə mənim fikirlərim sadəcə məni və mənim kimi düşünəcək insanları bağladığında vurğulanmalıdır. Mən ümumi olaraq bu cür məsələlərə soyuq tərəfdən, obyektiv tərəfdən baxmağın hər zaman daha yaxşı olacağını düşünürəm. Özüm də bu tərəfdən baxıram. Ən əsasda hal-hazırda belə bir kütləvi qəzəb yaranacaq. Bəli, söhbət məşhur Baker şirkəti olan Almondun son günlərdə Talih Yüzbəyovla birgə paylaşdığı reklam filmindən gedir. Az öncə dedim ki, mən bu sahələrdə professional bir adam deyiləm. Amma bu sahələrə ömür boyu marağım olub və hər zaman maraq dairəmdə olub. İzləməyə də davam eləmişəm. Həm xaricdə, həm yerli işləri, həm xarici işləri, həm türk işlərini, xarici işləri deyəndə Avropa, Amerika, Asiya, yəni digər dünyanın digər ən uzaq nöqtələrini nəzərdə tuturam. Mən bunları izləməklə qalmayıb, eyni zamanda o kontentlərin necə yaradıldığını da, hansı prinsiplərlə yaradıldığını da maraqla araşdırmışam. İlk olaraq bunu deyim ki, məqsədi izlənmə olan, yəni bu reklam videosu çarxını hazırlayan komandada kimə ki deyilibsə ki, bu video çox izlənməlidir, o işini yaxşı gördü. Bu video çox etkiləşmə almalıdır. Kimin məqsədi oydusa, onlar öz məqsədlərinə çatdı. İlk öncə onları təbrik edərək videoma başlayım. Sezarın haqqı Sezara verilməlidir. Yəni o adam işini düz görüb. Amma hər şey izlənmə deyil. Bunu ilk öncə başa düşməliyik. Yəni bir video çox izlənibsə, deməli hədəfə çatdı. Yəni bu belə bir şey deyil. Dünyada uğursuz amma dolayı olan hədəfinə çatan çox insanlar, çox videolar, çox işletmələr, çox şirkətlər, çox var. Amma Almond və Talih Yüzbəyovun bu düşüncə yapısında bu cür karyera, ən azından Talih Yüzbəyovu mən çox sevirəm və izləyirəm. Bu cür karyera planladığını da düşünmürəm. Bunu nəyə görə deyirəm? Yəni insanlardan gələn qəzəb başqa şeydir. İnsanlardan gələn mənfi, neqativ yorum başqa şeydir. İnsanların qəlbini qırmaq, insanların üzmək, onlara pis hiss elətdirmək başqa bir şeydir. Bunları ayırd eləmək lazımdır. Bir kontent yaradarsınız. Bu kontent insanların bəzilərinin xoşuna gələr, bəziləri də deyir ki, yox, maraqsızdır, yaxşı deyil, pisdir. Amma artıq bir külənin tamamilə yaxşı hiss elətdirib pis hiss elətdirirsənsə, burada deməli nəsə bir problem var. Bunu araşdırmaq lazımdır və bunu başa düşmək lazımdır. Mən bu günə kimi Talih Yüzbəyovun demək olar ki, bütün işlərini izləmişəm. Bəyəndiklərim də olub, bəyənmədiklərim də olub. Bəyəndiklərimi bəyənmişəm, bəyənmədiklərimi də keçib getmişəm. Heç mən bunun tartışmasına girməmişəm. Çox adamda da elə olub. Yəni biz təkcə mən tək deyiləm, bəyənməyən təkcə mən deyiləm. Amma buradakı məsələ bəyənib bəyənməmək deyil. Buradakı məsələ konkret bir kitlənin və bu kitlənin daha çox qadınlar olduğunu nəzərə alaq. Məncə kitlənin də bəzilərini də narahat eləyə bilər bu video normal olaraq. Başa düşmək lazımdır. Hər kəs eyni düşüncədə olmaya bilər. Düşüncəni qoydum. Buradakı məsələ düşüncə deyil. Buradakı məsələ bir kitləni başqa bir kitlə ilə müqayisə eləməkdir. Bir baxıma aşağılamaqdır. Bunun düzgün olmadığını düşünürəm. Bu mənim şəxsi fikrimdir. Kim nə deyir deyə bilər. Və bunu niyə nə deyirəm? Məncə nə Almond Baker şirkəti, nə də ki Talih Yüzbəyov bunun bəlkə də bu fikirdən yola çıxmayıblar, amma nəticə olaraq buna gəliblər. Və yenə deyirəm, böyük bir kitlənin də mənfi rəyini alıb. Hətta yorumlara baxdıqca mən ağzım açıq qaldı. Bu qədər də qəzəblənəcəklərini düşünmürdüm. Yəni videonu izləyəndə mən bu qədər də qəzəb doğuracağını düşünmədim ilk öncə, amma baxdıqca gördüm, yox, insanların doğrudan da pis elətdirib bu video. Hər kəs eyni deyil, hər kəs eyni gücə, qüvvətə, hər kəs eyni psixoloji gücə sahib deyil. Bəzi insanları üzə bilər, bəzi insanları pis təsir edə bilər. Və sən də əgər məşhur artist, aktyor, komediyaçı, hamımızın sevdiyi bir fiqursansa, bunlara məncə diqqət eləməlisən. Eyni zamanda da Almond Baker üçün də bunu demək lazımdır. Başa düşmədim. Yəni digər yerdə qalan bütün hamını qırağa qoyursunuz. O alıcıları qırağa qoyursunuz. Bu həm də marketinq baxımından əslində çox da güclü bir şey deyil. Maddi baxımdan sizə də mənfi təsir göstərəcək bu nəticələri. Bunu da başa düşüb insanların yorumlarını elə oxumaq lazımdır. Hətta bəzi videolarda çıxıb amma ki, bu tənqidlərlə bağlı bəzi insanlar başqa insanlara götürüb təhdidlər eləyir. Görüşək falan filan deyir. Onları ümumiyyətlə başa düşmədim. Yəni bu necə ola bilər? Bir adamdır, yəni marketinq işçidir. Götürüb bir video çəkir və videoda mənfi, yəni mənfi də demir, sadəcə bəyənmədiyini deyir və düzgün olmadığını deyir. Bir səni aşağıladığını deyir və bu adama zənglər gəlir ki, sən belə eləyərəm, sən elə eləyərəm, sən belə. Nəyə görə? Biz harda yaşayırıq? Hamımız eyni bərabər hüquqlara malik, fikir bildirmə hüquqlarına malik bir ölkədə yaşayırıq. Əziz dostlar, bunu başa düşmək lazımdır. Necə ki sən o videonu çəkib paylaşa bilirsənsə, o adam da o bir videonu çəkib paylaşa bilir ki, qardaş, sən bu videoda bir kitləni aşağılamısan. Sən o bir kitləyə pis hiss elətdirmisən. Videonu paylaşarsan, başa düşərsən ki, bir kitlə pis hiss eləyib və bu azlıq təşkil eləmir. Bunu başa düşərsən və insan bəzən səhv deməyim, istədiyini tam çatdıra bilmədiyini düşünüb, bəzən geri addım da yox, düzgün addım atmağı üstün tuta bilər və bu daha da yaxşı ola bilər. Həm onlar üçün, həm də ki, geri
geri qalan insanlar üçün. Eyni zamanda sən o addımı atdıqdan sonra artıq insanlarda əksinə daha da müsbət bir düşüncə oyadırsan. Ki zaten belə də olmalıdır yəni. İnsanın böyüklüyünü göstərir o hərəkət həm də. Mən elə düşünürəm, bu mənim şəxsi fikirlərimdir. Məncə bundan sonra atılmalı olan addımlar Talih Yüzbayev doğrudan da çox bacarıqlı bir aktyordur və mən əminəm ki, o bunu başa düşərək bu cür düşüncədən dönəcək və hətta Talih Yüzbayev yenidən storylərdə paylaşıb, yəni davamı gələcək, sakit olun, normaldır, burada belə bir şey yoxdur falan. Yox, var. Yəni insanların mədəni formada insanları görünüşünə görə təbii süynisiz demək heç də xoş bir şey deyil. Bir də bunu başa düşmək lazımdır ki, yəni deyək ki, sizin etdiyiniz yumor, sizin etdiyiniz mizah, sizin etdiyiniz marketinq düzgün düşünülüb və düzgün nöqtəyə barmaq basır. Mən demirəm səhv nöqtəyə barmaq basır. Deyək ki, lap düzgün nöqtəyə barmaq basır. Amma biz hal-hazırda elə bir nöqtədə deyilik ki, bu cür yumoru qəbul edək, bu cür reklamı, marketinqi qəbul edə bilək. Bunu da anlamaq lazımdır. Yəni bura Amerika deyil. Heç Amerikada da bəzən bəzi yumorlara qarşı, dark mizaha qarşı, heç burada dark mizah da yoxdur əslində. Yəni mizah da yoxdur. Yəni onu başa düşməyə çalışıram ki, mən video baxanda, yəni mizah da tapamıram. Yəni incə mizah, incə zarafatlar var ki, yəni dünyanın ölkənin ən standart zarafatlarından bəziləri olur videoda. İncə mizah, zarafat da yoxdur. Mən şəxsən bəyənmədim. Yəni insanlar da məncə bəyənmədim demək hüququna maliklər. Onlara qarşı bu cür durmaq, yəni qarşı durmağın məncə yeri yoxdur. Yenə də təbrik edirəm. Əllərinizə sağlıq. Bir əməkdir verilib. Amma alınmayanda da alınmır. 100 kontent yaradarsan biri alınmaz. 99'u əla olar. O bir kontentə görə bu qədər üstünə düşməyə ehtiyac yoxdur. Bəzən insan məncə üstün tutmalıdır digər şeylərə. Bu mənim şəxsi fikirlərimdir. Heç kimi bağlamır. Sadəcə öz fikirlərimi bölüşmək istədim. Kanalımda belə bir video olsun istədim. İzlədiyiniz üçün təşəkkürlər. Talih Yüzbayeva gələcək karyerasında davamlı olaraq izləməyə davam etdiyim bir isimdir. Ümid edirəm ki, bu yoldan getməz. Yenidən hər zamanki karyera yoluna qayıdar. Almond Bakery-yə isə mən düşünürəm ki, Almond Bakery-yə bu lazım deyil Almond Bakery-yə. Yəni mən bunun lazım olduğunu düşünmürəm. Yenə deyirəm, bir kütləni itirmək ki, hal-hazırda ölkədə böyük bir kütlə o kütlə, ki hətta o kütlə əslində digər kütlədə orada süni təbii söhbəti var. Yəni yenə deyirəm, bunlar hamısı birdir. Yəni bunu itirsən, onu da itirəcəksən, onu itirsən, bunu da itirəcəksən. Bir də qadınlar bu söhbətə qarşıdır. Sunilər də, təbiilər də. Burada hamının yəni bunlar bəlkə də elə başa düşürlər ki, sunilər narahat o, suni gözlü, estetik əməliyyat edənlər narahat olur. Yox, burada estetik əməliyyat edənlər narahat olur. Burada bütün əmin olun ki, təbiilər də narahatdır. Yəni böyük bir hissəsi. Yəni çünki sabah tərsinə ola bilər. Təbiiləri də sunilərə qarşı tərifləyə bilərsiniz. Daha doğrusu deyə bilərsiniz. Yəni bu həmişə dönə bilər. Yəni buna ehtiyac yox. Buna ehtiyac yoxdur. Hər kəsin öz zövqü var, hər kəsin öz bəyənisi var. Bunu bu yaxşıdır. Bunu üstünlük vermirəm, ona üstünlük verirəm kimi mizahı olmayan bir formada izah eləməyin məncə düzgün olmadığını düşünürəm. Çox uzatdım. Son olaraq bunu da deyim ki, yəni Türkiyənin ən məşhur reklam aktyorlarından biri də Cem Yılmazdır. Cem Yılmazın bəlkə də nə bilim də onlarla yüzlərlə bəlkə də reklam filmi var. Çoxuna da baxmışam və heç birində hamısı mükəmməldir. Hamısı izləyicini güldürür, izləyicini ekranda tutur. Amma heç birində hansısa bir kütləni bu cür mənfi rəyə yönəldəcək fikir olmur. Ona görə mən düşünürəm ki, bu cür şeylərdən örnək alaraq daha gözəl reklam filmləri çıxara bilərik. İzlədiyiniz üçün təşəkkürlər. Görək nə olacaq. Mənə də maraqlıdır bu məsələnin axırı necə olacaq. Hər kəs uğurlar. Kommentoloqu izləməyə davam edin.